Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, dietoloq və nutrisioloqam. Sabira Wellness şirkətində artıq bir ildən biraz artıqdır ki, təlimçi ekspert kimi çalışıram. Hər həftə sizlərlə fərqli mövzularda təlimlərimiz olur. Məqsədimiz məhsulları düzgün şəkildə insanlara başa salmaq və ən önəmli mexanizmi düzgün şəkildə anlayıb onları məhsulları necə, hansı prosesdə düzgün istifadə etməkdir. Əlbəttə ki, mövzuları sizlərin və mənə ünvanlanan suallar əsasında və yaxud da həyat tərzimizlə bağlı şəkildə hazırlayırıq və bugünkü təlimimizin mövzusu da öd kisəmiz əməliyyatından sonra bizim həyat tərzimiz necə olmalıdır? Əslində bu mövzunu salmaqda məqsədim, çünki bu suallarla tez-tez qarşılaşıram, həm sizlər tərəfindən, həm iş həyatımda. Ə, Öd kisəsi çıxdıqdan sonra mənim həyat tərzim necə olacaqdır? Ən çox da mən hansı vitamin, mineralı içə bilərəm? Ə, Niyə məndə daha çox köp olur? Bu günləri biz sizinlə ilk olaraq öd nədir, öd kisəsi nədir? Onları bir-birindən ayırt etməyi, ən önəmli öd daşlarının əmələ gəlməsi və niyə əməliyyata biz bəzən olur ki, yəni məcburi getməliyik. Hər birini bu günləri detallı şəkildə izah edəcəyik. Və ən əsası şirkətdəki olan məhsullardan hansıları öd kisəsi çıxdıqdan sonra biz bunlardan istifadə etməliyik. Ən önəmli sualların cavabını bu günləri birlikdə tapacağıq. Əslində ilk olaraq bunu bilməyinizi istəyirəm ki, ödü hazırlayan orqan qaraciyər. Yəni bəzən olur ki, insanların daha çox səhv başa düşdüyü mənim ödüm yoxdur. Əslində burada öd yoxdur deyil, öd kisəsi yoxdur. Çünki ödü ifraz edən, hazırlayan orqan qaraciyərdir. Öd kisəsi isə həmin ödü toplayır, lazım olduqda isə onu bağırsağa göndərir. Yəni öd kisəsini bir ambar kimi təsəvvür edin ki, lazım olanda o ümumi olaraq həmin ödü yavaş-yavaş bağırsağa göndərir. Əlbəttə ki, öd kisəsi çıxartdıqdan sonra insanlar normal şəkildə yaşaya bilir. Çünki dünyada belə deyim, daha çox əməliyyatlar sırasında gedən bir əməliyyatdır ki, lakin orqanizmdə bəzi dəyişikliklər baş verir ki, hansı ki bunu da düzgün biz bu günləri mexanizmini anlayacağıq. Gəlin ilk olaraq öd nədir, nə iş görür ona baxaq. İlkin olaraq bir məlumat verəndə ən önəmli proses ilk olaraq həmin prosesi düzgün anlamaq, sonra onun mexanizmi, ondan sonra həmin mexanizmə isə biz necə köməklik edə bilərik bunu anlamaqdır. Yəni sırf burada yəni məqsədimiz ilk olaraq, yəni sizlərin də, yəni təkcə məsəl üçün bir qida əlavəsi öd çıxartdıqdan sonra vermək olar, olmamalıdır. Mexanizmi anlayanda həmin o qida əlavəsinin belə necə bizə kömək edəcəyimizi daha yaxşı anlayırıq və ürəklə insanlara biz tövsiyə edə bilirik. Və ilk olaraq öd nədir, nə iş görür? Buna baxaq. Öd bizim orqanımızdır əlbəttə ki. Ən önəmli ödün içi yağların parçalanmasına kömək edir. Yəni bizim qəbul elədiyimiz yağlar və yaxud da qaraciyərdə sintez olunan yağlar hər birini parçalanmasında öd kömək edir. Ən əsası içdiyimiz vitaminlər var ki, bunlar hansılardır? A, D, Y, K vitaminləridir ki, bunların sorulmasını dəstəkləyir. Niyə? Çünki bunlar, bu vitaminlər yağda həll olan vitaminlərdir. Əgər bizim ödümüzdə bir problem varsa da, yəni bu vitaminləri içəndə bundan biz effekt almaya bilərik. Və bunun üçün də ən önəmli bu ilk olaraq onun işi bundan ibarətdir ödün. Və digər işi isə bədəndə olan toksik maddələri xaric edir. Məsəl üçün eritrositlər var ki, hansı ki onlar artıq parçalanıbdır. Onun bədəndən yəni çıxması üçün məhz bizim ödə ehtiyacımız var. Bağırsaq hərəkətini dəstəkləyir. Ən önəmli, əgər öd düzgün şəkildə axmasa, yağın həzmi pozulur. Və yağın həzmi pozulanda da daha çox köp yaranır, ya qəbizlik olur, ya ishal olur. Məsəl üçün, bəzən olur ki, insanlar belə müraciət edə bilir, sizlərə də edə bilər. Məndə
Həm qəbizliyi olur, həm tez-tez ishal olur. Bu, əlbəttə ki, biz artıq ödün qatılaşmasından və yaxud da öddə hansısa gedən bir problemdən, öd kisəsində problemdən bir siqnal verir. Əslində şəkildə baxın, bu qaraciyərdir, görürsüz. Qaraciyər burada bu öd kanalıdır və buradan demək öd əmələ gətirir və bu hissədə olan isə kisədir. Yəni əməliyyat olunan zaman bu kisəni götürürlər. Lakin öd axını, öd kanalı, yəni öd ifraz olunur. Yəni ümumi olaraq bunu bilməliyik. Və ödün tərkibində olan maddələr həmin yağların parçalanmasında iştirak edən maddələrdir. Yəni maddələri burada sadalayıb sizi çox yormaq istəmirəm. Əgər maraqlı olarsa da sual-cavab bölümündə orada sizə ətraflı məlumat verə bilərəm. Biz dedik ki, ödün işi nədir? Demək, öd kisəsi necə iş görür? Baxın, bu bizim öd kisəsidir. Əməliyyat olunan zaman bu kanal heç nə götürülmür, sadəcə bu torba götürülür. Bu torba. Bu da artıq funksiyası yoxdur, daşlaşıbdır, tərkibi daşlarla dolu olduğu üçün, artıq işini görmədiyi üçün, bizə məsələn, ağrılar verdiyi üçün əlbəttə ki, bu artıq götürülməlidir. Və bunun funksiyası nədən ibarətdir? Gəlin baxaq funksiyasına. Biz dedik ki, qaraciyər ödü sintezləyir və öd kisəsi həmin o ödün anbarıdır. Belə baxaq. Yemək yedik. Yemək yeyəndən sonra demək öd kisəsinə gələn yağları burada saxlayır. Yeməkdən yəni onları parçalayır. Parçalayandan sonra bağırsağa yavaş-yavaş ötürür. Yəni birdən ötürülmür. O birdən ötürüləndə artıq bizdə spazm yaranır, həddindən artıq köp sancı yarana bilər. Yəni öd kisəsinin əsas işi gəldi yağlar bu öd kisəsinə gəldi, doldu və öd kisəsi onu bağırsağa yavaş-yavaş, yəni etap-etap başlayır ötürməyə. Və bəzən olur ki, çox ağır yemək yeyirik və uzun zaman yemək yemirik. Ağır yemək yeyən zaman artıq bu yağ gəlir öd kisəsinə dolduq. Öd kisəsi çox sıxılır və həmən sıxıldığı zaman istəyir ki, ödü ifraz etsin və bu zaman bu da bizə funksiyası və bu zaman bizə həddindən artıq ağrı verə bilər, sancı verə bilər. Bəs keçək daha çox insanları narahat edən prosesə. Öd kisəsində daş niyə yaranır? Baxın, öd kisəsində daş bir günə yaranmır, bir aya yaranmır, bir ilə də yaranmır. Yəni uzun bir müddət lazımdır. Yəni insanlar bunun fərqində deyirlər. Öd kisəsində daş yaranmasının daha çox səbəbi nizamsız qidalanmaqdır. Nizamsız qidalanma nədir? Uzun zaman aclığı olmaq və yaxud da artıq çəki, çox yağlı qidalar, uzun zaman acılıq ödü ümumiyyətlə qatılaşmasına gətirir, çıxardır. İnsulin müqaviməti çox təsirlidir. Çünki biz dedik ki, məhz ödün yaranmasında qaraciyər rol oynayır. Əgər qaraciyərimizdə insulin müqaviməti varsa da, əlbəttə ki, burada qaraciyər yorulur və burada insulin müqaviməti də birbaşa bizim ödümüzə təsir edir. Hormonlarla əlaqəli ola bilər. Az hərəkət, çünki biz hərəkət etmirik, otururuq, öd yenə də burada qatılaşır. Yəni ödün içində bir su var. Suya heç nə etmirik, heç bir əlavə bir qida gəlmir və su neyini çökür. Eyni öd də o şəkildədir. Orada başlayır çöküntü getməyə. Genetik meyl çox önəmlidir. Bəzi insanlarda görürsünüz ki, məsəl üçün əgər bir öd daşı əməliyyatı varsa da, həyatına düzgün bir istiqamət vermirsə də, o insanda da mütləqdir ki, həmin etapdan keçsin. Sürətli arıqlama ən çox görünən etap. Hətta mədə kiçiltmə əməliyyatında belə artıq bir insanın ödündə daşlar görülürsə də həmən o götürülür. Çünki bir müddətdən sonra yenə də orada bir proses baş verəcəkdir. Sürətli arıqlama niyə olmaz? Mən dəfələrlə deyirəm ki, məsəl üçün bir həftəyə 5 kilo, 4 kilo elə bir şey yoxdur. Olsa belə yağların parçalanması məhz qaraciyərdə gedir. Həmin o parçalanan yağlar, demək, xolesterol ödə axır. Ödə axanda orada artıq öd demək qatılaşır. Həddindən artıq çox yağ olduğu üçün və o orada qatılaşır və qatılaşdıqdan sonra orada kistlər və daşlar əmələ gəlir. Ona görə sürətli çəki vermək əlbəttə ki, ödün normal axmamasına gətirir, çıxardır. Bizim əsas məqsədimiz ödümüzü normal şəkildə axmasını formalaşdırmaqdır.
İndi gəlin baxaq, öd kisəsi olan insanlarda proses necə gedir, olmayanlarda proses necə gedir. Baxın, bu birinci şəkildə görürsünüz, bax burada öd kisəsi var, normaldır. Burada öd kisəsində demək öd toplanır. Yəni maye öd gəlir. Bax bu öd gəlir burada toplanır. Öd kisəsində toplanır və qatılaşır. Əgər biz hər hansısa bir qida yemişiksə də, o yedikdən sonra öd kisəsi onu yağlarını parçalayır, yavaş-yavaş bağırsağa buraxır. Və burada da yavaş-yavaş həzm gedir, fermentasiyaya gedir və rahat oluruq. Bu kisə yoxdur və yaxud da çox qatılaşıbdır, işini görə bilmir. Gəlin ilk olaraq buna baxaq ki, yəni burada öd kisəsi yoxdur, artıq çıxarılıbdır və burada yenə də öd axır. Öd axanda, bu düz burada bağırsağın şəkli yoxdur, yəni bu hissədə bağırsaq olur. Bu pankreatitdir. Əslində burada pankreatit də çox yorulur. Və burada demək öd olmadığı üçün birbaşa yağlı qida yeyiriksə də həmən bağırsağa axır. Və burada da artıq bağırsaq bunu sağlıqlı bir insanda sağlıqlı bir mikrobiota yoxdursa da bağırsaq başlayır həssaslaşmağa, yağları parçalaya bilmir, köp şişkinlik yaranır. Yəni burada problem ödün olmamağı deyil, ödün idarəli şəkildə verilməməsidir. Yəni həddən artıq birdən ac qalır, birdən yemək yeyir. Və ona görə də burada bizim əsas məqsədimiz mütləqdir ki, ödün, yəni ödün özünün idarə olunmasıdır. En çok görünen simptomlar nədir? Köpdür. Çünki dedik ki biz bağırsaq fermentasiyası burada fərqli olur. Çünki öd kisəsi olmadığı üçün qarında qurultu ola bilər, şişkinlik olur, yəni həzm oluna bilmir qidalar. Bəzən olur ki, ağızda belə acılıq gəlir. İnsanlar deyir ki, ağzıma acı belə bir tam gəlir. Bu da məhz həmin o ödün artıq bağırsaq yükləndiyi üçün geri qayıtmasına, mədəmizə, hətta o bizim mədə borumuza qədər gəlib çıxır. İshal və yumuşaq nəcil bu dəfələrlə daha çox gördüyümüz ki, tez-tez böyük bayıra getmək. Məsələn, yedilər, həmən böyük bayıra gedirlər. Yeməkdən 10-15 dəqiqə sonra böyük bayıra gedirlər. Bu da məhz bağırsaqda bu ödün düzgün axmamasından gəlib çıxardı. Yəni yağlar əsasən tam həzm oluna bilmir, bağırsaqda fermentasiya artır və bu fermentasiya artması nəticəsində də köp şişkinlik yaranır. Sonra keçək əsas məqsəd prosesimizə ki, bu insanlara biz nə tövsiyə edirik? Yəni daha çox. İlk olaraq mütləqdir ki, biz həmin insanlara uzun müddət ac qalmamağı tövsiyə edirik. Yəni qətiyyən uzun müddət ac qalmasınlar. 3-4 saatdan bir, yəni ən gecə 5 saatdan bir qida qəbul olunmalıdır. Və qida qəbulu zamanı həddindən artıq çox yağlı qidalar yeməməlidir. Yəni birdən yeyilməməlidir, yavaş-yavaş yeyilməlidir. Və biz dedik ki, burada ümumi olaraq A, C, Y vitamini, K vitamininin sorulması zəifləyir. Çünki artıq burada öd kisəsi yoxdur. Və burada da əlbəttə ki, bizim bu vitaminlərə ehtiyacımız, qida əlavəsi şəklində ehtiyacımız daha çox artır. Və əlbəttə ki, bu insanlara biz Navamini tövsiyə edirik. Və niyə? Çünki burada qaraciyərdə oksidativ yük çox olur. Bəzən olur ki, o oksidativ yükü həmin qaraciyər məsəl üçün istəyir ki, birbaşa bədəndən çıxartsın. Və bu zaman ona öz antioksidant gücü çatmır. Və bu zaman əlbəttə ki, yenə Navaminin işi burada onun yükünü azaldaraq həmin bu artıq yağların oksidləşməsini qabağını alır. Burada proses necə gedir? Yağ həzmi, ümumiyyətlə öd axını dəyişəndə yağ həzmi də dəyişir, sərbəst radikallar daha çox olur. Yəni bağırsaqda qalan sərbəst yağlar burada artıq bizə faydasız bir şey olur. Yəni artıq bir toksik maddə olur, sərbəst radikallar olur və bu da Navamin də bizi burada antioksidant bir sistem olduğu üçün həmin o sərbəst radikallardan bizi azad edir və oksidativ stressdən qoruyur. Ən vacib məhsullardan biri intestinal defensdir. Yəni bu çox vacib bir məhsuldur.
Çünki bu məhsulun tərkibində olan liflər və pektinlər vardı ki, biz dedik ki, yağlar qalır, fermentasiya ola bilmir, bağırsaqda sağlıqlı bakteriyalar olmadığı üçün, yəni lif yoxdur. Bağırsaqda pektin yoxdur. Yəni maddə birdən gəlibdi, belə deyim, və artıq onu qaldırmağa gücü yoxdur. Var, amma maddə yağlar birdən gəldiyi üçün onu parçalaya bilmir və bu zaman əlbəttə ki, niyə dedim bu ən vaciblərindən biridir? Çünki həmin bu liflər, pektinlər, həmin o dedik ki, yağlar qalır nə olur? Toksik bir maddəyə çevirir. Yəni bizim ona ehtiyacımız yoxdur və bu zaman da həmin bu liflər və pektinlər mikrotoksinlərə bağlayaraq həmin bədəndən onun çıxartmağa kömək edir və ən önəmli mikrofloranı dəstəkləyir. Yəni toksik maddə bağırsaqda çox qalırsa da əlbəttə ki, mikrofloranı zədələyir. Burada demək nizamsız axırsa da, daha çox bax öd yoxdursa da, ondan sonra qazdan, köpdən, şişkinlikdən əziyyət çəkən insanlara artıq biz bunu tövsiyə edirik ki, məqsəd həmin o ödün nizamsız axmasıdır və orada bağırsaqda zərərli yağların qalmasıdır, yəni həzmə getməməsidir. Elbifit bizə çox önəmlidir. Yəni burada biz bunu profilaktik olaraq içməliyik ki, yəni baxmamalıyıq ki, bizdə qaz var, köp var, şişkinlik var. Çünki yenə deyirəm, öd kisəsi çıxan insanlarda mikroflora dəyişkən olur və ona görə də burada həzm pozuntusu daha çox olur. Yəni mən gözləməməliyəm ki, məndə köp olsun, şişkinlik olsun və yaxud da həzmdə narahatçılıq olsun. Və mən daim bağırsaq mikrofloramı dəstəkləməliyəm. Sağlıqlı bakteriyalar olmalıdır ki, həmin bu nizamsız axan öd turşularını, yəni təsirini azaltmaq üçün. Çünki əsas burada bağırsaqda problem yaradan həmin bu fermentasiyanın pozulmasıdır. Və biz də burada probiotik sayəsində fermentasiya üçün də lazım olan ştamplar bifiddə olan laktobifi bakteriyalardır ki, məhz həmin o fermentasiyanı normallaşdırır. Sonra isə hal-hazırda şirkətdə ən belə deyim, önəmli, vacib olan məhsullardan biri olan demək essensial asid yağıdır ki, tərkibində ən önəmli çay tikanı yağıdır və vitamin Y-dir. Bu niyə önəmlidir? Gəlin baxaq. Çünki öd problemi olan insanlarda yağda həll olunmayan vitaminlərin dediyi sorulması azalır, zəifləyir. Və hüceyrədə də əgər məsələn öd problemi varsa da və yaxud da öd kisəmiz çıxıbsa da, demək burada ümumi həm mədədə, həm o öd axının selikli qişasında, ümumiyyətlə bağırsaqda belə selikli qişa hüceyrənin membranında zədələnmə olur. Çünki yük çox olduğu üçün. Və bu zaman burada bu qida əlavəsi əsas rolu nədir? Həmin o selikli qişanın hüceyrə membranını dəstəkləyir. Yəni daha da onun yaxşı işləməsini təmin edir. Bu daha çox hansı insanlarda, məsəl üçün deyirlər ki, yağlı bir qida yedim. Yağlı qida yedikdən sonra həmin o yağı ola bilər ki, insan ağzında hiss edə bilir. Fermentasiyası yəni yağ həzmə getməməyini də getmir. Demək burada proses həmin orada öd axınında problem var. Və yaxud da öd kisəsi var, çıxarılmayıb, qatılaşma var. Məhz burada həmin o öd qatılaşanda çünki biz dedik öd niyə qatılaşır? İnsan həyat tərzindən əlaqəli, genetik ola bilər. İnsan çox ac qalır, susuz qalır və orada çöküntü yaranır. Məhz həmin o ödün qatılaşmış formasını da bizə sağlıqlı yağlar lazımdır ki, öd orada yenidən aktivləşdir. Yəni əlbəttə ki, bunlar sağlıqlı yağlardan söhbət gedir və burada da yenə çay tikənin əgər öddə bir qatılaşma varsa da, öd axınını yaxşı stimullaşması üçün çay tikanının burada rolu çox böyükdür.
Bilirik ki, şirkətdə bir qida əlavəsi var, istokiçistatı. Bunu bir çox proseslərdə insanlara biz təqdim edirik. Gəlin baxaq, burada əgər öd kisəsi çıxarılıbsa da bu istokiçistatından biz necə istifadə edə bilərik? İstokiçistatının üç istiqaməti var. Hər dəfə deyirəm, əsasən onun qaraciyarı dəstəkləyir, ən önəmli. Toksinləri atır ilk olaraq, qaraciyarımızı dəstəkləyir və ən önəmli bağırsağımızı normal mikrofloraya gətirir, çıxardır. Və əlbəttə ki, burada öd axınını da dəstəkləyir. Bəs burada biz istokiçistatdan nə zaman istifadə etməliyik? Biz İlk olaraq bunun tərkibindəki olan maddələr neynir? Mexanizmə baxdıqda ə, öd axınını, demək tərkibində nə var? Dağ tərxunu var, pütürvəx var, qara hindiba var. Bu tip bitkilər ümumiyyətlə ödün o axınını yəni kömək edir, stimullaşdırır. Və yenə deyirəm, qaraciyər çox yüklüdürsə də və həmən ödə axırsa da, burada bağırsaq, yəni burada sırf bağırsağı nəzərdə saxlamamalıyıq. Biz dedik ki, ödün yaranmasının əsas baş rolu qaraciyərdir. Əgər qaraciyərdə problem varsa da mütləqdir ki, burada öddə də problem olmalıdır. Yəni bu öddür, bağırsaqdır, qaraciyərdir. Bunlar belə zəncirvari bağlıdırlar bir-birinə. Və ona görə də biz istiqamətə düzgün baxmalıyıq. Və burada qaraciyər, məsəl üçün çox arıqlayan, kökələn insanlarda, tez-tez diyet edən və yaxud da bir ara çox dəbidi, yağsız diyet edən insanlarda yenə də öddə problem olur. Burada qaraciyərə yük düşür və qaraciyər yükünü əlbəttə ki, bu xolesterolu ödə atmaq istəyir və bu zamanda öd möhkəm sıxıldığı üçün həmən bağırsağımıza ata bilir. Və bu zamanda yenə də bu maddədən biz istifadə edirik. Və bu prosesdə nəyə fikir verməliyik ki, əməliyyatdan dərhal sonra verilməməlidir. Niyə? Çünki tam əməliyyatdan sonra verilməməyin səbəbi tərkibində olan bağırsaq toksinlərini atmaq üçün sena tərkibli qidalar, bitki ekstraktları var ki, bu zaman verilmir. Çünki bir etap olur öd əməliyyatdan sonra. Hardasa bu daha çox bir həftə digər bir etap olur. 14 həftədə bir digər etap olur ki, bədən alışsın ki, artıq öd kisəsi yoxdur və öd axınının istiqamətini tənzimləsin. Və bu etaplarda, yəni əlbəttə ki, biz istokiçistatını verə bilmirik. Sonra isə, əməliyyatdan sonra isə bərpa dövrü var. Yəni bədən istəyir ki, bərpa olsun və bu zaman əlbəttə ki, biz bunu tövsiyə edirik ki, həmin bu qaraciyər yükünü azaltmaq üçün və bağırsaqda olan köp ağırlıq hissini aradan qaldırmaq üçün. Və əgər bir öd əməliyyatı keçirmiş insandırsa da, daha çox, məsəl üçün, qəbizlik yaşayırsa da, bu insanlara %100 verə bilir ki, yəni burada artıq oksidativ stres çoxdur, yağların həzmi parçalanmır, artıq yağlar parçalanmır və bu zaman veririk. Yox, elə insanlar var ki, öd əməliyyatından sonra tez-tez ishal olurlar. Bu insanlara əlbəttə ki, tövsiyə etmirik. Sonda isə bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, bilirsiniz ki, minlərlə insan, yəni öd kisəsi əməliyyatı olur və normal da yaşayırlar. Burada əsas mexanizm nə olmalıdır? Düzgün qidalanma olmalıdır. Həzmimizi qorumalıyıq və ən önəmli bağırsaq sistemimizi dəstəkləməliyik. Yəni biz ilk olaraq bağırsağımıza fokuslanmalıyıq ki, bizə öd birbaşa bağırsağa artır. Yəni burada artıq ambar yoxdur ki, onu yavaş-yavaş bizə ötürsün. Əlbəttə ki, öd kisəsini çıxartıq böyük bir problem deyil. Bu yəni normal bir prosesdir. Yəni bunu heç kəs mənim öd kisəm yoxdur deyib belə qloballaşdırmaq lazım deyil. Ən önəmli düzgün qidalanmalıyıq. Ən önəmli qaraciyər yükünü azaltmalıyıq ki, birdən həddən artıq birdən axmasın, yəni istiqaməti pozulmasın. Və əgər bunların hər birinə biz dəqiqliklə riayət etsək, əlbəttə ki, o zaman da bizim həyatımız daha rahat olacaq, daha asan olacaqdır. Hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün, vaxt ayırdığınız üçün. Ümid edirəm ki, maraqlı təlim oldu, bilgiləndiniz.
Və ən əsası sizlərdən istəyim, inşallah bu təlimdən sonra öz iş həyatınızda, öz iş prosesinizdə məhsulları insanlara düzgün seçim edərkən düzgün izahat vermək və ə, əsas məqsədimiz nə olmalıdır? İnsanlarda bizə inam yaranmalıdır. Əgər inam varsa da, əlbəttə ki, hər bir yerdə yüksəlmək mövcuddur. Təşəkkür edirəm. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.